Salam hörmətli müdavimlər, dəyərli müəllimlər. Bu videoda ibtidai sinifə aid olan sınağın izahına baxacağıq. Burada suallar bir yerdə təhlil edəcəyik və cavabları da bir yerdə tapmağa çalışacağıq. Situasiyalarda bizdən bilik, taksonomiya, təfəkkür, eyni zamanda da dərin bilik səviyyəsinə aid olan suallar da soruşurlar. İmtahanda həm MİQ, həm sertifikasida ən önəmli, ən vacib olan mövzulardır bunlar. Bilik, taksonomiya, təfəkkür, inteqrasiya sualları olmazsa olmaz suallardır. Ona görə çalışırıq ki, sualları bir yerdə cavablandıraq. Situasiyaları oxuyanda xüsusiyyətləri daha çox vurğulamağa çalışıram ki, məndən öncə cavabı özünüz tapmış olasınız. Bir sözlə bu sınağı dialoq şəklində həll etməyə çalışacağıq. Gəlin başlayaq dəyərli müdavimlərimiz birinci sualdan. Müəllim şagirdə Azərbaycan xalqının milli geyimləri, gəlin altına xəccəyə görə bizdə şərtdə nələrimiz var? Milli geyimləri, aşıq sənəti haqqında məlumat toplamağı, bu mədəni xüsusiyyətlərin önəmini izah etməyə tapşırır. Baxın, burada musiqidən söhbət gedir, mədəni ünsürlərdən söhbət gedir. Burada bir neçə fənnin adının getdiyini onsuz da görürük. Geyimlərdən, aşıq sənətindən, musiqidən, mədəni ünsürlər, yəni tarix fəndi də ola bilər bu, musiqidən danışır, musiqi fəndidir, mədəni ünsür və s. Yəni bir çox fənnin olduğunu gördünüz. Fənlər arası götürdük. Daha sonra bizdən başqa nəyi soruşacaqlar? İndi ola bilər burada 2-dən inteqrasiya olsun, 3-ü də olsun. İndi situasiya uyğun olaraq onu tənzimləyəcəyik biz ki, hansı inteqrasiyalardır. Bir də baxın, burada bir fənnin fərqli məzmun xəttlərindən də söhbət gedə bilər və yaxud da bir fənnin yuxarı-aşağı siniflərdə öyrənilən məlumatların bir-birini inteqrasiyasından da söhbət gedər. Yəni ixtisası, ibtidai sinif müəllimi olanlar daha yaxşı biləcəklər burada inteqrasiyanı. Fənlər arası olduğunu tapdınız. İndi birazdan fən daxiliyə qayıdacağıq. Daha sonra bundan indi bizə nəyə tapmalıyıq? Taksonomiyasına tapmalıyıq. Daha sonra təfəkkürün növünü də tapmalıyıq. Baxın, dəyərli müəllim, cümlə axırına bax nə yazıb? Mədəni xüsusiyyətlərin önəmini izah etmək, izah eləyin. İzah eləmək üçün sizcə taksonomiyanın hansı mərhələsi lazımdır? Məlumatları izah eləyin. Oxunusuz, nə anlamsız, indi onu izah eləyin. İzah eləmək üçün bəli, anlamaq, dərk eləmək, başa düşmək lazımdır. Variantlarla da hərəkət eləyə bilərsiniz. Dəyərli müdavimlərimiz, deməli imtahanda bizə ən önəmli faktorlardan biri nədir? Vaxt qazanmaqdır. Vaxt qazanmağın yollarından biri də variantlara çıxmaqdır. Dəyərləndirməyi niyə götürüm ki, münasibət bildirmək, mövqe bildirmək var burada? Yox. Dəyərləndirməyə çıxdım. Tətbiq etmək. Dəyərli müdavimlər, nə tətbiq elədik ki biz burada? Nəsə tətbiq elədik? Yox, izah elədik. Tətbiq çıxdı. Təhlil, analizlər apardıq mı biz burada? Yox, təhlil eləmədik. Görürsünüz dəyərli müdavimlərimiz necə sürətli şəkildə variant tapmaq olur. İmtahanda vaxt bizim üçün çox önəmli faktordur. Ona görə çalışırıq ki, imtahanda sürətli şəkildə variantları çıxaq. Anlamalıyım. İzah eləmək üçün də yaratdıq, yaradıcı təfəkkür lazımdır? Yox, nə yaradırıq ki, izah edirik də. Tənqidi təfəkkür lazımdır? Xeyr. Araşdırmaq, mövqe bildirmək, sübut, dəlil, nəyisə yoxlamaq ehtiyac yoxdur da. Məntiqim olsa kifayətdir, məntiqi təfəkkürdür, fənlər arası inteqrasiyadır. Bir də fərqli məzmun xəttlərindən və yaxud da yuxarı sinifdə öyrənilən məlumatların, aşağı sinifdə öyrənilən məlumatların inteqrasiyası varsa, bu şaquli inteqrasiyadır. Fərqli məzmun xəttlərindən söhbət gedirsə sualın şərtində, bu üfüqüdür. İndi düzdür, sualın şərtində bizə şaquli üfüq olduğunu soruşmurlar, sadəcə inteqrasiyanı soruşurlar. Ona görə götürək fənlər arası, fən daxili, məntiqi və anlamaq mərhələsi. Daha sonra davam edirik ikinci sualına. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsi nəzəriyyəsinə görə genişləndirilmiş düşünmə neçənci səviyyədə dəyərli müdavimlərimiz? Dərin bilik səviyyəsi nəzəriyyəsinə görə bəli, 4-cü səviyyədir. İndi deyirlər ki, bizə nəyi axtarın? 4-cü səviyyədə olan fikir axtarıq. Gəlin bir yerdə oxuyaq cavabı tapaq. A-dan başlayaq oxumağa. Təqdim olunan faktların etibarlılığını və obyektivliyini qiymətləndirin. Mənbələri kifayət qədər əsaslı olub-olmadığını əsaslandırın. Baxın, dəyərli müdavimlər, məlumatı olduğu kimi, baxın, bu fakt kitabda var da, mən onu olduğu kimi bildirmirəm. Onun etibarlı olub-olmadığını yoxlayıram. Obyektivliyini, yəni şəffaflığı araşdırmaq. Ümumiyyətlə, araşdırmaq, məlumatları araşdırmaq, daha sonra sintez eləmək, birləşdirmək, çox mərhələli iş görmək, bu genişləndirilmiş düşünməyə aiddir. Bir o fakt olduğu kimi təqdim edirəm, bu xatırlama olsa kifayətdir. Baxın, təqdim olmuş faktın etibarlılığını və obyektivliyini, şəffaflığını qiymətləndirir. Mənbələrin kifayət qədər əsaslı olub-olmadığını, yəni bu mənbə əsaslı olub-olmadığını, bunu bu mənbədə yazılıb, bu düzdür anlamına gəlmir. Həmin mənbələrdə əsaslı olub-olmadığını, bu çox dərin səviyyədir. Görürsünüz, burada tənqidi təfəkkür, yəni kritik düşünmə,
düşünmə, yaradıcı düşünmə hamısı lazımdır da, yəni sonuncu genişləndirilmiş düşünmədə. Bunun üçün çox dərin təhlillər aparmaq lazım. Bu 4-cü səviyyə uyğun gəlir. Və yaxud da variantları da oxuyub tapa bilərsiniz. Fərq mütləq deyil ki, A variantının bura aid olub olmadığını tapasınız. Digər variantları da çıxıb tapa bilərsiniz. Yəni B variantına baxaq. Müəllifin təqdim etdiyi məlumatların hansı məqsədə xidmət etdiyini əsaslandırılmış şəkildə izah edin. Yəni ki, hər hansı bir məlumatı izah eləyir və yaxud da məlumatda əsaslandırıb izah eləyin desə, əsaslandıraraq qərarlar deyin, bu strateji düşünmədir. Məlumatlar sadəcə izah eləyin desə, bu anlayış və bacarıq səviyyəsinə aid. Yəni 4-cü səviyyəyə gəlib çatmamışıq hələ. Biz hələ izah eləyib fikirləri əsaslandırırıq. Baxın, təqdim olunan məlumatlara əsaslandır. Amma baxın, A-da görün nə deyir? Mənbələrin kifayət əsaslı olub, yəni təqdim olunubsa bu düzdür anlamına gəlmir. Həmin məlumatdan əsaslı olub olmadığını da yoxlayır, bu araşdırır. Ona görə bu genişləndirilmiş düşünməyə aiddir. C variantına baxaq. Mətndə təqdim olunan əsas 3 faktı və onlarla bağlı hadisələri müəyyənləşdirin. Yəni faktları müəyyənləşdirmək üçün genişləndirilmiş düşünmə lazım. Faktı müəyyənləşdirmək, tərif edilmək üçün 1-ci səviyyə olsa da kifayət edir. Daha sonra faktlardan birini seçərək həmin hadisənin baş verdiyini izah etmək. İzah ediriksə hansı səviyyə lazım? Niyə baş verib? Niyə? Sualına cavab ya da bunu da lövhədə qeyd edilmiş. İzah eləyin, müqayisə edin, fərqləndirin, öz sözlərinizlə danışın desə. Bu da 2-ci səviyyəsi olsa kifayət. Yəni dərin səviyyəyə getməmişik hələ. Alternativ modelin niyə daha az səmərəli hesab etdiyini izah edir. Yəni niyə olduğunu izah edindir. İzah eləyirəmsə, öz sözlərimlə danışıramsa, fərqləndirəmsə, müqayisə edirəmsə, burada genişləndirilmiş səviyyə yoxdur ki, anlamalıyam ki, izah edeyim. Yəni bacarıq anlayışı da olsa kifayətdir bu. Deməli, düzgün cavabımız oldu A variantı. Baxın, dəyərli müdavimə, hətta variantları da çıxıb görürsünüz ki, A variantı daha dərin, daha genişlən. Görün, orada nə qədər təhlillər apardı. Görün, nə qədər məlumatda obyektiv olub-olmadığını qiymətləndirir, şəffaf olub-olmadığını araşdırmaq. Ümumiyyətlə, belə yadda saxlayın ki, dəyərli müdavimələrimiz 4-cü səviyyəni tapmaq istəyirsə, məlumatları dərindən araşdırmaq varsa, məlumatları birləşdirmək, sintez etmək varsa, çox mərhələli bir iş gedirsə, bir çox fənlər arasında əlaqə yaradılırsa, o genişləndirilmiş düşünməyə aiddir. Bu xüsusiyyətlərdə vurğuladım ki, digər sınaqlarda, testlərdə, imtahanda testi görən kimi, yəni yadınıza düşsün, genişləndirilmiş düşünmə haqqında olan məlumatlar. Baxırıq 3-cü suala. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsində nəzərə strateji düşünmə? Strateji düşünmə neçənci səviyyədə idi? Bəli, 3-cü səviyyədədir. Strateji düşünmə səviyyəsinə aid olan tapın. Yəni bəndləri oxuyaq. Mən bəndləri oxuyum, siz tapın ki, hansı bənd neçənci səviyyədir. Kəmiyyətlər arasındakı sadə asıllığı müəyyən edir və bir nümunə göstərmək üçün dəyərli müdavimə nə lazımdır? Anlamaq, başa düşmək lazımdır nümunə göstərmək üçün. Yəni bacarıq və anlayış səviyyəsidir. Anla çıxdıq. Bir mağazada alınan məhsulun miqdarını artdıqca ümumi qiyməti necə dəyişəcəyini izah etmək. İzah edin, nümunə göstərin, öz sözlərinizlə danışın, müqayisə edin, fərqləndirin və s. Bu da oldu 2-ci səviyyə. Bizə neçə lazımdır? Bizə 3 lazımdır. Dinlədiyiniz mətnin əsas məzmununu danışın. Məzmununu danışmaq, əsas ideyanı müəyyənləşdirmək, öz sözlərimlə də izah edirəm, anladığımı izah edirəmsə, bu bacarıq və anlayış səviyyəsinə aiddir. Bu da 2-dir. Daha sonra bizə nə lazım? Bizə 3 lazımdır. Hələ ki, axtarırıq, hələ ki, tapmamışıq. Dinlədiyiniz mətndə obrazların davranışları müəllifin mövqeyi ilə əlaqələndirərək təhlil edin, özləri yazıblar və fərqli qərar qəbul edilsə də hadisə necə dəyişəcək, əsaslandırın. Öncəki sınaqlarda da dəfələrlə izah eləmişik. Məlumatları əsaslandırmaq, təhlil etmək varsa, bu strateji düşünmək səviyyəsinə uyğundur. Məlumatları əsaslandırın. Yəni bu olan məlumatda hadisənin necə dəyişəcəyini əsaslandırın. Məlumatları təhlil edin, analiz edin deyirsə, bu strateji düşünməyə aiddir. Sonuncu bəndə də baxaq. Mətndə irəli sürülən başlıca ideyanı müəyyənləşdirin və 1-2 cümlə ilə məlumatları ümumiləşdirin, sistemləşdirin, ideyasını tapın deyir. Bunun üçün də 2-ci səviyyə olsa kifayət edir. Bacarıq və anlayış səviyyəsi olsa kifayətdir. Düzgün cavabımız oldu D variantı. Baxırıq 4-cü suala. Şagird dediyi bir sözlə hər şeyi gerçəyə çevirən sehirli söz adlı hekayə yazır.
Baxın, cümləyə belə baxın, nədir? Şagird dediyi bir sözlə hər şey gerçəyə çevirin, sehirli söz adlı hekayə yazır. Yox, deyirsən, uşaq özü yazır, hekayə yazır. Sehirli söz adlı bir hekayə yazır. Hekayə yazmaq üçün nə lazımdır? Yaradıcılıq lazımdır. Yaradıcılıq. Gəlin elə bir variant axtaraq. O da hardadır? Baxın, dəyərli müdavimlərimiz. Yaradıcılıq hardadır? Yaradıcılıq, yaratmaq. Yaradıcı təfəkkürün yanında nə axtarıramdır? Yaratmaq mərhələsi axtarıramdır. Deməli, deyir ki, şagird dediyi bir sözə hər şeyi gerçəyə çevirən sehirli söz adlı hekayə yazır. Hekayə yazır. Sıfırdan yazır hər şeyi. Deməli, bu üçün nə lazımdır? Yaradıcılıq, yaratmaq mərhələsi. Düzgün cavabımız oldu D variantı. Baxırıq 5-ci suala. Oxuduğumuz hekayədə qəhrəmanın davranışlarında bir-birinə zidd mövqelər müşahidə olunur. Bu davranışları müəyyənləşdirdikdən sonra onlara münasibətinizi əsaslandırılmış şəkildə yazılı olaraq ifadə edin. Yəni, münasibətinizi əsaslandırın, münasibətinizi bildirin, mövqeyinizi bildirin deyirsə, hansı mərhələyə aiddir? Ümid edirəm ki, cavabı artıq özünüz tapmısınız. Bəli, münasibətimi soruşur, mövqeyimi soruşur. Bununla bağlı dəyərləndirməkdir. Dəyərli müdavimlərimiz, başqa nəyə tapa bilərsiniz? Variant çıxa bilərsiniz. Misal üçün, münasibət bildirmək, fikirləri əsaslandırmaqdırsa, bu niyə anlamaq olsun? Nəyi tətbiq elədik ki, xatırlamaq əzbərçilikdir ki, o yoxdur, əzbərçilik keçmişi çoxdan. Demir ki, bu hadisə neçənci ildə baş verib, baş qəhrəmanın adı nə idi? Elə olsaydı, xatırlamaq götürəsiniz. Təhlil etmək deyil. Deməli, münasibətini bildirdir ki, münasibətinizi əsaslandırılmış şəkildə yazı olaraq öz fikrinizi, öz münasibətinizi deyin. Bu dəyərləndirmə təfəkkürün növü nə olacaq? Münasibət mövqe bildirirsə, tənqidi təfəkkür. Müəllifin fikri soruşulsaydı təhlildir. Şagirdin fikri soruşulanda dəyərləndirmək. Düzgün cavabımız oldu Y variantı. Ümid edirəm ki, bu sınavın izahı hər biriniz üçün faydalı oldu.